Hər kəsə salam. Gəlin vaxt itirmədən birbaşa mövzumuza keçək. Bugünkü xüsusi təhlilimizdə, yəni sudak balığı haqqında bilməli olduğunuz hər şeyi birlikdə kəşf edəcəyik. Onun dərin su ekosistemindəki sirli həyatından tutmuş, sağlamlıqla dolu bir yemək kimi süfrəmizə gəlişinə qədər bütün detalları incələyirik. Hazırsınızsa, başlayaq. Bu bələdçimizdə 6 əsas dayanacağımız olacaq. Biologiyasından və çoxalmasından tutmuş, spinning ovuna, Azərbaycandakı ən yaxşı məhsullara, qida dəyərlərinə və əlbəttə ki, ən ləzzətli reseptlərə qədər hər şey öyrənəcəyik. Birinci hissəmiz bioloji quruluş və ekosistem. Gəlin birbaşa suyun altına, bu canlının dünyasına baş vuraq. Elmi adı Sanderluccio perca olan bu canlı, o uzunsov bədəni, yanlardan basıq forması və belindəki o məşhur 8-12 qonur qara zolağı sanki gizli bir ovçu olmaq üçün xüsusi dizayn edilib, elə deyilmi? O sadəcə sıradan bir balıq deyil, dostlar. Şirin və az duzlu suların bioloji balansını qoruyan ən üstün elitar yırtıcıdır. Onun o iti köpək dişləri bəlkə də biraz qorxuducu səslənə bilər, düzdür? Amma bu dişlər sizə onun ekosistemdə nə qədər amansız bir ovçu olduğunu sübut edir. Yəni kilkə, külmə və ya xul kimi xırda balıqlar üçün bu çənədən qaçış yoxdur. O, sözün əsl mənasında sualtı dünyanın canavarıdır. Və bilirdinizmi, onlar əslində nə qədər böyüyə bilirlər? Düz 1,2 metr uzunluğa və 19 kiloqram çəkiyə. Təsəvvür edirsiniz. Təbii ki, 10-20 il yaşaya bilən bu nəhənglərin çox sərt bir şıltaqlığı var. Yaşadıkları su mütləq büllür kimi təmiz, oksigenlə bol və altı qumlu və ya daşlı olmalıdır. Yəni, palçıqlı və çirkitli sularda bu aristokrat yırtıcıya əsla rast gələ bilməzsiniz. İkinci hissəmizə keçirik, çoxalma və həyat dövrü. Görəsən bu nəhəng balıqlar öz populyasiyalarını necə idarə edirlər? Burada çox maraqlı bir bioloji fərq var. Adi Avropa sıfa balıqları orta hesabla 40 min kürü qoyur. Amma bizim sulara, yəni Kür və Mingəçevirin bərəkətli sularına gəldikdə, bu rəqəm inanılmaz bir şəkildə 2 milyona çatır. Bəli, düz eşitdiniz, düz 2 milyon. Bu nəhəng kürüləmə potensialı yerli su ekosisteminin qida zəncirini ayaqda saxlayan çox güclü bir bioloji mühərrikdir. Və həmin o milyonlarla kürünün çatlaması üçün cəmi 7-9 gün bəs edir. Əlbəttə, hər şey suyun temperaturundan asılıdır, təxminən 8 dərəcə yarımla 17 dərəcə arası idealdır. İsti sularda bu proses o qədər sürətlənir ki, artıq erkən yazda balalar tam formalaşmış kiçik yırtıcılara çevrilərək ova başlayırlar. Gəlin üçüncü hissəyə, spinning ilə ovlanma texnikalarına baxaq. Bəs biz bu həddindən artıq ehtiyatlı yırtıcını necə aldada bilərik? Əgər sıf ovuna çıxırsınızsa, yemin rəngi hər şeydir. Çünki onlar rəngə qarşı çox həssasdılar. Həmişə əvvəlcə suyu analiz edin, su bulantılıdır, yoxsa gecə ovundasınız. O zaman mütləq parlaq yaşıl və ya limon sarısı seçin. Yox, əgər su tam təmizdirsə, balıqları təqlid edən tünd yaşıl və ya şəffaf gümüşü rənglər ən həlledici sulağınız olacaq. Bayaq o sərt, sümüklü çənəni xatırlayırsınız, düzdür? Bax, o çənəni deşmək üçün sizə qətiyyən yumşaq qamış yaramaz. Sizə mütləq fast və ya ekstra fast deyilən sərt qamış və gərginliyi dərhal hiss etmək üçün toxunma ip lazımdır. Və ən əsası, sıfırın kəskin gözlərindən qorunmaq üçün görünməz fluorokarbon liderdən istifadə etmək mütləqdir. Bu ipi bağlayarkən məşhur balamar və ya klinç düyünü əsl xilaskardır. İndi isə gəlin cıq, yəni addımlı hərəkət texnikasına baxaq. Burada qızıl qayda nədir bilirsinizmi? Fasilə. Təcrübəsiz balıqçıların etdiyi ən böyük səhv yemi dayanmadan çəkməkdir. Halbuki sıp balığı yemi sadəcə izləyir və məhz o 2-4 saniyəlik fasilə anında yem aşağı süzülərkən qəfildən hücum edir. Qarmaqda o xırda tıqqıltını hiss etdiyiniz an bir saniyə belə düşünmədən çox sərt bir zərbə ilə qarmağı keçirməlisiniz. Burada bir dəyişməz qayda da var. O, işıqdan qaçır. Bəli, bu balıq sadəcə işığı sevmir. Buna görə də ən verimli ov saatları sübh tezdən və ya birbaşa gecədir. Yay aylarında bəzən dayazlıqlara gəlsələr də, payız və qışda fəsil dəyişdikcə onları ancaq ən dərin, ən qaranlıq çalalarda axtarmalısınız. Dördüncü bölməmiz Azərbaycanda ən yaxşı məhoralar. Yəni, bu balıqları bizim sularda dəqiq haradan tapmaq olar. Nəhəng Mingəçevir, Şəmkir və Varvara su anbarlarından tutmuş, Kür və Arazın dərinliklərinə, hətta Xəzərin mərkəzi hissələrinə qədər bu balıqlar geniş yayılıb. Lakin dostlar, təbiəti qorumaq hər şeydən önəmlidir. Ekosistemin davamlılığı üçün o qida zəncirini qorumaq məqsədi ilə 1 apreldən 1 sentyabra qədər tətbiq edilən ov qadağalarına riayət etmək sadəcə qayda yox, bizim təbiətə olan borcumuzdur.
5-ci bölməyə keçirik. Qida və vitamin dəyərləri. Suyun dərinliklərindən çıxıb biraz da öz sağlamlığımızla və bu balığın pəhriz əhəmiyyətindən danışaq. Təbiətdəki o vəhşi, iti dişli yırtıcımız mətbəxə daxil olanda tamamilə başqa bir xəzinəyə çevrilir. Təmizlənmiş, sümüksüz və ağappaq filelər. Bu, birbaşa sağlam pəhriz menyularının və sağlam qidalanmanın ulduzudur. Bir qidalanma mütəxəssisi bu qida profilini görsə, inanın mənə, çox sevinərdi. Niyə? Çünki sır balığının əti demək olar ki, tamamilə yaxsızdır. Cəmi 5% yağ təşkil edir, yerdə qalan isə sırf əzələ quran yüksək keyfiyyətli zulaldır. İdmançılar və ya sağlam şəkildə arıqlamaq istəyənlər üçün bu həqiqətən əla fürsətdir. Və düşünməyən ki, bu yalnız zülaldan ibarətdir. Xeyr, bu balıq yod, maqnezium, fosfor və tam spektrli B vitaminləri ilə sözün əsl mənasında yüklüdür. Ən önəmlisi isə oldu ki, bu balığı buğlama kimi az kalorili üsullarla bişirdikdə, həmin o həyati mineralların heç biri itmir, hamısı birbaşa orqanizmə sorulur. Və nəhayət, 6-cı bölməmiz – sağlam və ləzzətli reseptlər. Kulinariya ustaları bu sümüksüz ləzzəti maksimum dadlı və faydalı etmək üçün nələr məsləhət görür? Sınar balığının möhkəm ağ əti o qədər universaldır ki, hər damaq dadına uyğundur. İstər zeytun yağı, limon və rozmarinlə 200 dərəcədə sobada zəngin bir dad axtarın, istər qarğıdalı ununa batırılıb, tavada xırdıldayan qızartma edin ki, onun da yanında naşarab əla gedir, istərsə də öz buğunda tərəvəzlərlə hazırlanan mədə dostu dietik buğlamasından zövq alın. Hansını seçsəniz də peşman olmayacaqsınız. Və sonda, mən sizi bu həlledici düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Bir canlının o dərin sulardakı amansız yırtıcı rolundan tutmuş, sağlamlığımıza qatdığı o inanılmaz qida dəyərinə qədər hər şeyi öyrəndiyimiz zaman, bu bizim sualtı dünyamıza, çaylarımıza və ekosistemi olan hörmətimizi tamamilə dəyişdirmirmi? Məncə mütləq dəyişdirir. Ümid edirəm ki, bugün sıx balığı haqqında etdiyimiz bu təhlil sizin də baxış bucağınızı zənginləşdirdi. Növbəti görüşlərə dək özünüzə yaxşı baxın. Təbədə hörmət, gələcək zamanı